Salam olsun hər birinizi salamlayıram. Bu günləri mən evdə biraz şüyütlü makara pişirəcəm. Videomuza başlamadan kanalıma abunə olub dəstək verən əlləriniz var olsun. Süd əlavə edərək, yəni makara bilməyənlər üçün göstərəcəm bu qısa bir videonu. Sonra 4 ədəd yumurta sındıracağım. Duz, aş sarısı. Və bunlar yaxşı qarışdıqdan sonra əlavə edək biraz da un, yəni bir qatılaşmalıdır da bu. Sonra əlavə edək duru yağ. Duru yağdan sonra biraz su. Və nəhayət keçirik şüyütümüzə. Şüyütümüzü yaxşı doğramalıyıq ki, yəni xırda olsun, sacda necə deyim, belə makarada yaxşı alınsın da. Onları tökdükcə yaxşı qarışdırıb və nəhayət otlarımız hazırdır. Bu kərə yağdır. Qoyduq peşin üstünə əriməyə. Və sacımızı hazırlayırıq, yəni ocaqda, sıx ocaqda, kənddə ocaqda eləyirik da biz makaranı. Bu quyruqdur, quzu quyruğu. Yəni biz quzu quyruğunda bişiririk. Yəni dadı qəşəng olur. Bəzi insanlar duru yağla da eləyir və nəhayət bismillah getdik makaraya. Görürsünüz necə günəş formasında alınır. Yəni sac yaxşı qızmalıdır ki, yəni makara necə deyim, qəşəng çıxsın. Hal-hazırda gördüyünüz kimi və qıraqlarını belə ayırmalıyıq ki, yəni yapışmasın çevriləndə. Və bismillah çevirək makaranı. Getdi. Görün qəşəng qızarıb. Super. Onu elədikdən sonra üstünə vuruq qəşəng kərə yağını. Kərə yağ bunu necə deyim? Yəni yumuşaldır da, qəşəng yumuşaldır. Və onlar pişənə kimi mən samavar qoyacağım. Samavar çayı ilə makara yiyəsiyəm, yanında balı ilə. Makaranı çox insan bəkməzlə də yeyilir. Yəni bəkməzlə də yeyilən şeydir. Yəni mən üstünlük verirəm əsas bala. Həqiqətən çünki mən zövqümə görə mən bal xoşlayıram. Bəkməz tez ürəyimədir. Ona görə mən balla yiyəsiyəm bunu. Və nəhayət samavarımız da qaynadı. Samavar qaynadıqdan sonra mən çaynikdə çay dəmləyəcəm. Samavarımızı qoyuram, qəşəng çay dəmləyirəm. Və indi makaranı gətirirəm, artıq yemək vaxtıdır. Yaxında olsa siz də buyura bilərdiniz, qonağımız ola bilərdiniz. Heyf ki, deyilsiniz. Yəni uzaqda olanları hər birinizi salamlayıram. İnşallah yolunuz Zaqatalaydı üstə gəlib qonağımız ola bilərsiniz. Sizlər üçün də pişirərik. Heç nə, hava sərin olduğu üçün çaydan da içəcəm, makaranı da yiyəcəm. Mən necə deyim, ata-baba dövründən, uşaqlıdan bu nəlbəki deyirik da, bölmə. Həmişə bölmədə soyutub çay. Hal-hazırda da mən bölmədə çay içirəm. Bu əsl baldır, təmiz baldır. Qonşumuzun hədiyyəsidir. Qonşumuzun arıları çoxdur. Yəni hər il elə ki, baldan bizə pay çıxır. Hər il. Allah canını sağ eləsin, həqiqətən. Yəni bu insanda təmiz bal. Mən reklam eləmirəm, yəni mən yedığımı deyirəm. Yəni yaxşılıqlarını deyirəm. Siz belə necə deyim, bal əvəzinə siz bəkməzlə istifadə edə bilərsiniz. Yəni sizin zövqünüzə görə də, yəni istəsəz bəkməzlə yiyin, istəsəz balla yiyin. Amma mən şəxsən balla yiyirəm. Mənim üçün bal xoşdur. Yəni əlavə suallarınız olsa, nəsə resept barədə rəy bölməsində bildirin, ya elektron poçtama yaza bilərsiniz. Mütləq cavablandıracağım oxuyan kimi. Sağ olun, salamat qalın. Diqqətiniz üçün minnətdaram. Abunə olub kanalıma dəstək verməyi unutmayın. Sağ olun. Gələn görüşlərə dək.